dərsimizin ikinci dərsini keçirik sizlə. Mən qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatının dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə biz buradayıq. Post-pandemiya dövründə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrinə yardım ictimai birliyinin növbəti layihəsi bildiyimiz kimi post-pandemiya dövründə sağlamlıq imkanları məhdud, yeniyetmə və gənclərin maarifləndirilməsi və kompüter kurslarının təşkilidir. Biz dünən dərslərimizdən siz müəyyən qədər kompüterlə tanışlıq oldu və biz bu ikinci dərsdə mən gördüm ki, siz evdə təkrarladınız və təlimçilərdən də soruşurdunuz. Hamınıza uğurlar arzu edirəm və təlimçimiz Salih xanım sizlərlə bugün dərsimizin ikinci gününü keçəcək. Mən də sizdən hər birinizi salamlayıram, əziz layihə iştirakçılarım. Çox şadam ki, bugün bizim dərsimizin ikinci günüdür və siz hər biriniz burada iştirak edirsiniz. Və mənə çox xoşdur ki, siz öz davamlılığınızı qoruyub saxlaya bilirsiniz. Həm dərslər baxımından, həm də ki, dərslərə gəlmək baxımından. Mən ümid edirəm ki, bugün bizim ikinci dərsimiz sizlər üçün yeni biliklər öyrənilməsi çox uğurlu olacaq. Çünki biz dünən keçdiyimiz birinci dərsdə müəyyən kompüterlə bağlı bilikləri öyrəndik, yəni ilkin bilikləri öyrəndik. Ayla xanım və mən sizə bacardığımız qədər, əlimizdən gələn qədər köməklikləri etdik. Və mən ümid edirəm ki, bu birinci dərs sizlər üçün çox uğurlu oldu. Birinci dərsdə mən təxmini yaddaşlıq eləmək istəyirəm yenidən sizə nələri keçdik. Biz kompüteri, кейsi, mausu öyrəndik, onlardan istifadə qaydalarını öyrəndik. Desktopda faylların ölçüsünü böyütməyi, adlara görə yerləşdirməni, həmçinin biz kompüterin vaxtını dəyişdirilməsini, dilinin dəyişdirilməsini öyrəndik. Düzdür, bunlar ilkin dərs olaraq bizə vacibdir, hətta deyərdim ki, baza sistemidir. Ancaq bunlar bizim üçün deyərdim ki, 6-cı dərsdə çox vacib şərtlərdən biri olar ki, biz kompüterin ilkin dərsini bilirik, ilkin təməlini biləndən sonra 6-cı dərsdə biz böyük nailiyyətlər əldə etmiş oluruq. İkinci dərs üzrə isə biz Ayla xanımdan proqramı sizə keçəndə bu sizə daha maraqlı gələcək və mən ümid edirəm ki, bu ikinci dərsdən də siz daha çox biliklər əldə edə biləcəksiniz və Ayla xanım sizə dərs keçdiyi müddətdə və yaxud dərs keçəndən sonra nəsə bir sualınız yaranarsa, nəsə bir köməkliyə ehtiyac duyarsanız, mənə yaxınlaşa bilərsiniz. Mən sizə yenidən həmin dərsi təkrar etməyə, başa salmağa hazıram. Və mən ümid edirəm ki, bu ikinci dərsdə də siz təkcə burada deyil, evdə də öz üzərinizdə məşğul olacaqsınız və məşğul olmalısınız ki, siz dərsləri daha rahat qavraya bilərsiniz, daha rahat öyrənə bilərsiniz və bunun sayəsində də biz 6-cı dərsdə sertifikatı alanda rahat deyə biləcəyik ki, biz artıq sertifikata tam layiqli oluruq. Həmçinin bundan əlavə mən demək istəyirəm ki, bizdə tez-tez dərsdən sonra, həmçinin dərsdən əvvəl də dezinfeksiya işləri görülür. Bunları biz mütləq surətdə qeyd etmək istəyirik ki, post-pandemiya dövrü olduğuna görə biz maskada mütləq surətdə istifadə etməli, ara məsafəmizi gözləməliyik, otağın pəncərəsi açıq formada qalmalıdır ki, biz mütləq surətdə qorunaq. Bundan əlavə mən istəyirəm qeyd edəyəm ki, siz hər gün dərsə gəlməmişdən əvvəl gördüyünüz kimi sizin temperaturlarınızı ölçürük, əllərinizi xüsusi məhlulla, spirtlə təmizləyirik və sizin sağlamlığınız bizim üçün də çox vacibdir. Salam əziz tələbələrimiz, bugün artıq ikinci dərs günümüzdəyik. Dünənki dərs günləri inşallah sizin ürəyinizdə olub. İndi isə yeni dərs proqramına keçid edirik. Müəyyən kompüter haqqında yeni biliklər var. Onları sizin nəzərinizdə çatdıracaq. İndi isə başlayaq dərsimiz haqqında danışaq. Bugün əsasən mən nədən danışmaq istəyirəm? Qovluqların, yəni faylların yaradılmasından bugün danışacağım sizə. Qovluqların faylların yaradılması üçün nə etmək lazımdır? Bunun üçün eynilə dünən başladığım müəyyən məlumatlarla oxşarı vardır. Kursorumuzu kompüterin boş bir hissəsində saxlayırıq və mışqanın sağ düyməsini basırıq.
bastığımız zaman açılan pəncərədə sazdak menüsü var. Bu sazdak menüsünə daxil olduqda ilk yaradılış papka yaradılışından səbəb edir. Yəni qovluğun yaradılması. Həmin paneli aktivləşdirdiyimiz zaman bizə yeni bir qovluq verəcək və biz bu qovluğu lazım olan şəkildə adlandırma edə bilərik. Bu qovluğu yaratdıqdan sonra bu bizim nə işimizə yarayır? Əsasən onun haqqında məlumat verilmişsə, bunun üçün nə etmək lazımdır? Qovluğa əsasən fayllarımızı, müəyyən PDF fayllarımızı, Excel faylları və ya da PowerPoint slaytlarını, yəni lazım olan bütün məlumatlarımızı həmin qovluğun içinə doldura bilərik. Və daha sonra müəyyən digər bir məlumatı nəzərinizə çatdırmaq istəyirik. Yaratdığımız qovluğun adını dəyişdirmək istəyiriksə və ya da həmin qovluğun formasını, yəni qovluğun işarə formasını dəyişdirmək istəyiriksə, bunun üçün nə etmək lazımdır? İlk öncə işarə formasını dəyişdirmək qaydasını izah edib sizə. Bunun üçün həmin yaratdığımız qovluğun, yəni faylın üzərində muşqanın sağ düyməsini basırıq və açılan paneldə Svojstva menüsünü seçirik. Svojstva menüsünü seçdikdən sonra isə papkanın parametrləri açılır. Papkanın parametrləri açılan zaman bizə lazım olan hissə Nastroyka bölməsidir. Hansı ki, orada menü znaçok var, yəni papkanın qovluğun forması. Həmin paneli aktivləşdirdiyimiz zaman açılan pəncərəmizdə müxtəlif qovluq formaları, qovluqların üstün müəyyən formalar, ulduz və s. işarələr gəlir. Hansı ki, biz bu işarələrdən istifadə edə bilərik. Və həmin lazım olan işarəni seçdiyimiz zaman bizim qovluğumuzun forması dəyişir. İlk öncə muşqamızın sağ knopkasını basırıq və açılan menüdən sazdak panelini aktivləşdiririk. Sazdak panelini aktivləşdirən zaman bizə açılan pəncərədə ilk öncə ən birinci papka menüsünü seçirik və papka menüsünü seçəndə yeni bir qovluğumuz yaradılır. Biz faylımızı, qovluğumuzu yaratdıq. Qovluğumuzu yaratdıqdan sonra isə qovluğumuzun adını lazım olan şəkildə qoyuruq. Adını qoyduqda isə həmin qovluğun daxilinə lazım olan PDF fayllarımızı, müəyyən Excel fayllarını lazım olan şəkildə ata bilərik. Qovluğumuzu yaratdıqdan sonra onun formasını dəyişdirmək istəyiriksə, bunun üçün nə etmək lazımdır? Kompüterin yenidən sağ knopkasını basırıq və açılan pəncərəmizdə ən sonda Svojstva menüsünü seçirik. Svojstva menüsünü seçdikdən sonra, bayaq dediyim kimi, Nastroyka panelinə daxil olur. Nastroyka panelinə daxil olur və açılan pəncərədə Smenli znaçok, yəni qovluğumuzun formasından söz edir. Qovluğumuzun formasını lazım olan şəkildə bu panellə dəyişdirə bilərik. Smenli znaçok panelini aktivləşdirdiyimiz zaman bizim qarşımıza bir pəncərə açılır və həmin pəncərədə lazım olan işarələr, yəni müxtəlif işarələr var, hansı ki biz bu işarələri qovluğumuzun işarəsində dəyişdirə bilərik, papka işarəsində dəyişdirə bilərik. Biz bizə lazım olan işarəni seçdik. Seçdikdən sonra isə həmin işarəmizi seçirik. Seçdikdən sonra isə ok menüsünü sıxaraq və qovluğumuzun formasını dəyişdiririk. Qovluğumuzun formasını dəyişdirdikdən sonra isə bu formanı geri qaytarmaq istəyiriksə, yəni həmin işarəmizi geri qaytarmaq istəyiriksə, bu zamanda yenə də eyni əməliyyatı təkrar edirik. Muşqanı həmin qovluğumuzun üzərində qoyub sağ düyməni basırıq. Sağ düyməni bastığımız zaman açılan pəncərədə Svojstva menüsünü seçirik. Və açılan yeni pəncərədə isə Nastroyka panelinə daxil olduqdan sonra yenə də Smenli znaçok bölməsini seçirik. Və həmin işarələr olan panel yenidən açıldı. Burada da qovluğumuzun əvvəlki işarəsini seçərək və ok düyməsini sıxaraq qovluğumuzun formasını yenidən əvvəlki halına qaytarmış olur. İndi isə tələblərimizlə baş saldığım əməliyyatları tətbiq etmək istəyirəm. İlk öncə sən gəl. Baş saldığım kimi ilk öncə yeni qovluq yaratmaq lazım. Yeni qovluq yaratmaq üçün nə edirik? Muşqanın sağ düyməsini basırıq boş yerdə və açılan pəncərədə sazdak menüsünü seçirik. Sazdak menüsünü seçdikdə yavaşca həmin papka bölməsinin üzərinə gəlib onu aktivləşdiririk və yeni papkamız açıldı. Və buna adı lazım olan şəkildə bir ad qoyuruq. Ad qoyduqdan sonra isə papkamız yaradıldı. Bu papkamızı yaratdıqdan sonra isə bunun işarəsini, yəni znaçokunu dəyişdirmək istəyirik. Bunun üçün nə edirik? Yenə də eyni qaydada. Muşqanı papkanın üzərində sağ knopkanı basırıq və açılan pəncərədə Svojstva menüsü olur. Svojstva menüsünü seçirik. Svojstva menüsünü seçdikdən sonra isə açılan paneldə Nastroyka bölməsinə daxil olur. Nastroyka bölməsinə daxil olduq və yenə də Smenli znaçok bölməsini aktivləşdiririk.
və açılan paneldə biz üçün papkamızın müəyyən işarələri gəlir. Lazım olan işarəni seçirik. Məsəl üçün, seçirik lazım olan işarəni və həmin işarəmiz aktivləşdikdən sonra isə ok düyməsini basırıq və papkamızın işarəsi dəyişdir. İndi isə bunu geri qaytarmaq istəyirik. Yenə də eyni əməliyyatı təkrar edirik. İndi siz tətbiq edin. Bunun üçün nə etmək lazımdır? Sağ düyməni basırsınız, Svojstvo bölməsinə daxil olursunuz və Nastroyka bölməsindən Nastroyka bölməsinə açırsınız və burada Smenni Znaçok panelini aktivləşdirdiyinizdə açılan pəncərədə əvvəlki işarəni seçirsiniz və ok düyməsini sıxırıq. Və qovluğumuzun işarəsi əvvəlki halına qayıtdı. İndi isə yeni qovluq yaradın. Yeni bir qovluq yaradın. Bunun üçün nə etmək lazımdır? Sağ düyməni basırsınız, sazlat menüsünü aktivləşdirirsiniz. Yeni papka yaratdınız və papkamızı lazım şəkildə adlandıra bilərik. Adlandırdıqdan sonra isə Enter basaraq papkamızı yaradıq. Siz düzgün işlədiniz, indi isə siz yerinizi alaq və növbəti tədbirimizi alaq. Dediyim kimi, ilk öncə yeni bir qovluq yaradır. Bunun üçün nə edirsiniz? Sağ düyməni aktivləşdirin. Yeni bir qovluq yaratmaq üçün sazlat menüsünü daxil olursunuz və papka menüsünü aktivləşdirdiğiniz zaman yeni bir qovluq yaradır və bunu lazımlı şəkildə adlandırırsınız. İndi isə həmin qovluğumuzun formasını dəyişəcəksiniz. Bunun üçün nə edirsiniz? Papkanın üzərində saxlayıb sağ düyməni basırsınız. Papkanın üzərindən sağ düyməni basırsınız. Bastığınız zaman açılan pəncərədə Svojstvo, ən sonuncu Svojstvo menüsünü seçirsiniz. Və menü seçdikdən Nastroyka bölməsinə daxil olub, Smenni Znaçok bölməsindən həmin papkanın formasını uyğun şəkildə dəyişdirə bilərsiniz. Və ok panelini basırsınız, ok düyməsini basırsınız. Bəli, düzgündür, çox gözəl. İndi isə işarəmizi geri qaytarmaq üçün nə edirik? Yenidən papkanın üzərində Svojstvo bölməsini seçirsiniz və Svojstvo bölməsindən Nastroyka panelini aktivləşdirirsiniz. Düzgündür və əvvəlki formanı seçib OK basırsınız. Və papkamız əvvəlki formasına qayıtdı. İndi isə siz yerinizi alaq və siz gəlin. Dediyim kimi, ilk öncə yeni bir papka yaratmaq lazım. Bunun üçün nə edir? Muşkanın sağ düyməsini basırsınız və açılan bir pəncərədə sazlat menüsünü seçirsiniz sazlat menüsünü və papka hissəsinə daxil olursunuz və yeni bir papkanızı yaradır. İndi isə bu papkanın üzərində işləmək üçün nə edirsiniz? Papkanın üzərində sağ düyməni basırsınız. Papkanın üzərində sağ düyməni basırsınız. Açılan pəncərədə Svojstvo menüsünə daxil olursunuz. Svojstvo menüsü daxil olduğunuz zaman Nastroyka bölməsini açırsınız. Və Nastroyka bölməsini aktivləşdirdikdən sonra Smenni Znaçok panelini seçirsiniz. Doğrudur. Smenni Znaçok panelini seçdikdən sonra bizə uyğun olan işarəni seçirsiniz və həmin işarədən sonra isə ok düyməsini sıxırıq və papkamız işarəsini, yəni formasını dəyişdir. Bunu geri qaytarmaq üçün nə edirik? Yenidən eyni ilə üzərində sağ düyməni basırsınız, Svojstvo bölməsinə daxil olursunuz. Svojstvo bölməsindən Nastroyka panelini aktivləşdirirsiniz. Nastroyka panelini aktivləşdirdikdən Smenni Znaçok bölməsini açıqda papkanın, yəni qovluğun əvvəlki formasını seçirsiniz. Əvvəlki formasını seçdikdən sonra isə ok düyməsini basırıq. Və papkamız, yəni qovluğumuz əvvəlki formasına qayıtdır. İndi isə siz yerinizi alıq və digər tələbəmizi alaq. İlk öncə nə etmək lazımdır? İlk öncə qovluq yaradırsınız. Kompüter boş hissəsində saxlayıb. Qovluq yaradırsınız. Sazlat menüsünü seçirsiniz.
papkanı seçirsiniz. Və yeni bir qovluq yaradılır. İndi isə bunun üzərində işləmək üçün sağ düyməni basırsınız, svojstva hissəsini seçirsiniz və Nastroyka panelinə daxil olub Smenli znaçok bölməsini seçirsiniz. Və bu bölmədə isə açılan pəncərədə bizə lazım olan işarələri seçib, lazım olan işarəni seçib qovluğun formasını dəyişdirir. Lazım olan işarəni seçirsiniz, məsəl üçün ok düyməsini basdıqdan sonra və papkamızın formasını gördüyünüz kimi dəyişdir. Bunu əvvəlki formasına qaytarmaq üçün edirik. Yenə də eyni qaydada sağ düyməni basırsınız, svojstva hissəsinə daxil olursunuz, Nastroyka bölməsini aktivləşdirdiyiniz zaman yeni bir açılan pəncərədə Smenli znaçok bölməsini seçirsiniz eyni ilə və papkanın əvvəlki formasını seçirsiniz. Bəli, düzgündür. Ok düyməsini basırsınız və qovluğumuz əvvəlki formasına qayıtır. İndi isə sizi yerinizə alır və siz gəlin. İlk öncə nə etmək lazım? İlk öncə yeni bir qovluq yaradırsınız. Yeni bir qovluq yaradın. Yeni bir qovluq yaradırsınız. Sazlat menüsünü seçirsiniz. Papka hissəsini aktivləşdirdiyiniz zaman və yeni qovluğunuz yaradılır. Bunu adlarını qoyursunuz. Adlarını etdikdən sonra isə Enter düyməsi basdıqda sizin qovluğunuz yaradılır. Bunun formasını dəyişdirmək üçün nə edirsiniz? Muşkanı qovluğun üzərində gətirib sağ düyməni basırsınız və svojstva bölməsini seçirsiniz. Svojstva panelini seçdikdən sonra isə açılan pəncərədə Nastroyka bölməsini seçirsiniz. Nastroyka bölməsini seçdiyiniz zaman açılan paneldə Smenli znaçok bölməsi düzgün işarədir, bəli. Burada isə lazım olan formaları, yəni qovluq formaları seçirik. Məsəl üçün, hər hansısa bir qovluq formasını seçdikdən sonra isə ok düyməsini basırıq və qovluğumuzun forması dəyişdir. İndi isə bu formanın əvvəlki halına qaytarmaq istəyiriksə nə etməliyik? Bunun üçün də yenə də eyni əməliyyatı təkrar edirik. Sağ düyməni basırsınız panelin üzərində, svojstva bölməsinə daxil olursunuz. Bəli, Nastroyka panelini aktivləşdirirsiniz. Smenli znaçok düzgündür və qovluğun əvvəlki formasını seçirsiniz. Seçdikdən sonra isə ok düyməsini basaraq qovluğumuz əvvəlki formasına qayıdır. Düzgündür. İndi isə sizi yerinizə alır və siz gəlin. İlk öncə nə etmək lazımdır? İlk öncə yeni bir qovluq yaradırsınız. İlk öncə yeni qovluq yaratmaq üçün boş yerdə sağ düyməni basıb sazlat menüsünü seçirsiniz. Sazlat menüsünü seçirsiniz, bəli. Papka hissəsini aktivləşdirdikdə yeni bir qovluğunuz yaradır. Və bu qovluq üzərində işləmək üçün nə edirsiniz? Qovluğun üzərində muşkanı gətirib sağ düyməni basırsınız və svojstva bölməsini seçirsiniz. Seçdikdən sonra Nastroyka panelini aktivləşdirirsiniz. Bəli, düzgündür. Və bu bölmədə Smenli znaçok hissəsini seçirsiniz. Və bu şəkildə də lazım olan işarəni dəyişirsiniz. Qovluğunuza yeni bir işarə qoymaq istəyirsiniz. Hər hansı bir işarəni seçirsiniz. Və ok düyməsini basaraq qovluğumuzun işarəsi dəyişdir. İndi isə bu işarəni əvvəlki halına qaytarmaq istəyirsinizsə nə edirsiniz? Bunun üçün eyni əməliyyatı təkrar edirsiniz. Sağ düyməni basırsınız, qovluğumuzun üzərindən işləmək istəyirsinizsə düzgündür. Nastroyka bölməsinə Smenli znaçok panelini seçirsiniz və qovluğun əvvəlki formasını aktivləşdirirsiniz. Qovluğun əvvəlki formasını seçdikdən sonra ok düyməsini basırsınız və yenidən ok düyməsini basırsınız, düzgündür və qovluğumuz əvvəlki formasına qayıdır. İndi isə sizi yerinizə alır. İndi isə papka yaratmaq istəyiriksə yenidən nə edəcək? Bunun üçün dediyim kimi, sağ düyməni basırsınız, bəli. Sazlat menüsünü seçirsiniz. Papka menüsünə daxil olursunuz. Papka menüsünə daxil olduğu zaman sizin yeni bir papkanız yaradılır. Yeni papka yaradıldıqdan sonra bunun formasını dəyişdirmək lazım. Bunun üçün nə edirik? Papkanın üzərində sağ düyməni basırsınız və svojstva menüsünü seçirsiniz. Svojstva menüsünü seçdikdən sonra Nastroyka bölməsinə daxil olursunuz. Bəli, Smenli znaçok panelini seçirsiniz.
Və bu paneli aktivləşdirdikdə sizin qarşınıza açılan bir paneldə müəyyən qovluq formaları var. Və bu lazım olan hər hansısa bir qovluq formasını seçirsiniz. Məsəl üçün, hər hansısa bir qovluq formasını seçirsiniz və ok düyməsini basdıqda qovluğunuzun forması dəyişir. Bu formanı, yəni qovluğun formasını əvvəlki halına qaytarmaq istəyirsinizsə, bunun üçün də eyni əməliyyatı təkrar edirsiniz. Nə etmək lazımdır? Yenə də qovluğun üzərində sağ düyməni basırıq və açılan bölmədə svojstvo panelini seçirik. Yenə də Nastroyka bölməsinə daxil olursunuz. Nastroyka bölməsinə daxil olduğunuz zaman Smenli Znaçok bölməsini seçirsiniz. Və burada qovluğumuzun əvvəlki formasını seçirsiniz. Düzgündür. Qovluğumuzun əvvəlki formasını seçdikdən sonra isə ok düyməsinə basırsınız və qovluğumuz əvvəlki formasına qayıdır. İndi isə sizi yerinizə alır. İndi isə tələbələrimiz, sizə çatdırdığım məlumatları yenidən nəzərinizə çatdırmaq istəyirəm. Dediyim kimi, bugün nəyi keçdik? Bugün yeni qovluğun, yeni faylın yaradılmasını keçdik. Qovluqlar bizə nə zaman lazım olur? Müəyyən PDF formatlı sənədlərimizi, ərizələrimizi, digər Excel faylları və yaxud da PowerPoint slaydlarına qovluğumuza atmaq istəyiriksə, yəni şəxsi bir qovluq yaratmaq istəyiriksə, bunun üçün nə etmək lazımdır? Mışqanın sağ knopkasını kompüterin boş bir hissəsində sıxırıq və açılan pəncərəmizdə Sazdat menüsünü seçirik. Sazdat menüsünü seçdiyimiz zaman açılan paneldə papka işarəsi var ilk öncə. Ən birinci papka işarəsini seçirik və həmin papka işarəsini seçdiyimiz zaman yeni bir novaya papka, yəni yeni bir qovluq yaranır. Və həmin qovluğun üzərində müəyyən elementlər, yəni müəyyən xüsusiyyətlər dəyişdirmək istəyiriksə, bizə uyğun şəkildə formaya salmaq istəyiriksə, bunun üçün nə etmək lazımdır? Qovluğun ilk öncə formasını dəyişdirmək lazımdır. Qovluğun formasını dəyişdirmək üçün nə etmək lazımdır? Bunu nəzərinizə çatdırdım və yenidən demək istəyirəm. Qovluğun formasını dəyişdirmək istəyiriksə, lazım olan qovluğun üzərinə kursorumuzu gətiririk və mışqanın sağ düyməsinə basırıq. Mışqanın sağ düyməsini basdıqdan sonra isə həmin qovluğumuzun üzərində yeni bir panel açılır və həmin açılan paneldə svojstva bölməsini seçirik. Svojstva bölməsini seçdikdən sonra isə bizim yeni bir panelimiz açılır və həmin açılan paneldə Nastroyka bölməsini aktivləşdiririk. Nastroyka bölməsini aktivləşdirdiyimiz zaman bizim qarşımıza çıxan pəncərədə Smenli Znaçok bölməsinə daxil oluruq. Və bu bölməyə daxil olduğumuz zaman açılan pəncərədə görürük ki, müxtəlif qovluq formaları verilir və biz özümüzə lazım olan həmin qovluq formalarını seçirik. Lazım olan qovluq formasını seçdikdən sonra isə ok düyməsini sıxaraq qovluğumuzun formasını dəyişdirə bilərik. Və bu elədiyimiz əməliyyatı etdikdən sonra qovluğumuzun forması dəyişir. Əgər qovluğumuzun formasını əvvəlki halına qaytarmaq istəyiriksə, bunun üçün də nə etmək lazımdır? Bunun üçün də eyni əməliyyatı təkrar etmək lazımdır. Yəni, svojstva bölməsinə daxil olursunuz, Nastroyka panelini aktivləşdirdikdə açılan pəncərədə Smenli Znaçok bölməsini seçirsiniz. Və bu bölmədə qovluğumuzun əvvəlki formaları, yəni papkanın əvvəlki formaları var. Lazım olan papka formasını da seçdikdən sonra ok düyməsinə sıxırsınız və papkamız əvvəlki formasına qayıdır. İndiysəniz tələbələrim, bu dediyim məlumatları bayaqdan sizlərlə bir yerdə kompüterdə tətbiq ediniz və siz çox yaxşı nəticə verdiniz. Yəni, mən görürəm ki, keçən dərslərinizdən də müəyyən suallarda, müəyyən testlər kompüterdə işlədik və həmin testlərdən də çox yaxşı keçsiniz. Bugünkü bu dərsimiz də ümid edirəm ki, sizə çox aydın olub. Çünki kompüterdə işləyən zaman, yəni həmin dediyim məlumatları kompüterimizdə tətbiq etdiyimiz zaman çox yaxşı nəticə verdiniz. Həm həvəslə, həm də çox yaxşı bir şəkildə dərslərimizdə fəal iştirak ediniz. Buna görə sizə əvvəla təşəkkür edirəm və inşallah bu dediyim biliklərimizin daha da yaşlarını ilərdə, yəni dərsimiz ilərlədikcə digər məlumatları, yəni kompüter haqqında digər məlumatları sizin nəzərinizə çatdıracam və bugünkü kimi gələn dərslərimizdə də inşallah fəal şəkildə iştirak edərsiniz. Əziz layihə iştirakçılarımız, bugün artıq ikinci dərsimizin yekunundur. Aylan xanım və Vüsalə xanım öz bildikləri kompüterlə bağlı biliklərini sizinlə bölüşdü. Bugün də çox gözəl layihəmiz həyata keçdi. Hər birinizə dərin təşəkkürümüzü bildiririk. Bildiyimiz kimi biz bugün bu layihəni keçirdəndə əllərimizi xüsusi məhlullarla dezinfeksiya edirik, ara məsafəmizi qoruyuruq və xüsusi maskalardan istifadə edirik. Biz sizdən xahiş və tələb edirik ki, bu qaydalara layihədən kənarda da olanda mütləq riayət edəsiniz. Bu bizim sağlamlığımız üçün vacibdir. İnşallah ki, gələn layihələrimizdə görüşərik və inşallah layihəmizin axırıncı günü
biz sizin hər birinizə sertifikatlar verəcəyik. Bu sertifikatlar sizin üçün gələcəkdə lazım olacaq. Hər birinizə uğurlar arzu edirəm. Biz bilirik ki, bugün bu layihəmizin məqsədi kompüter kurslarının təşkilidir. Hər birimizdən məlum olduğu kimi kompüter kursları çox vacibdir. Pandemiya ilə bağlı müəssisələrdə artıq onlayn dərslər keçirilir, onlayn məlumatlar istənilir və bunun üçün bizə gələcəkdə çox lazımlı olacaq. İnşallah hər birinizdə uğurlar arzulayıram. Layihəmizin 3-cü günündə görüşərik. Sözü vermək istəyirəm təlimçimiz Salih xanıma. Əziz layihə iştirakçıları, bu gün də bizim 2-ci dərsimizin yekunu oldu. Mən qeyd etmək istəyirəm ki, bizim bu layihəmiz Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dəstək şurasının maliyyəsi ilə keçirilir və ikinci dərsimiz bildiyiniz kimi sizlər üçün birinci dərsin davamı olaraq keçirildi. Yəni biz həm birinci dərsi təkrarlamış olduq, həm də ki ikinci dərsdə yeni məlumatlar əldə etmiş olduq. Mən ümid edirəm ki 3-cü, 4-cü, 5-ci və 6-cı dərslərdə siz kompüterlə bağlı daha ətraflı məlumatlı olacaqsınız, yəni daha ətraflı biliklərə sahib olacaqsınız və kompüterdən istifadəniz daha asanlaşacaq. Bunun üçün siz təkcə burada yox, yəni açılışda qeyd etdiyim kimi evdə də mütləq surətdə kompüterdən istifadə etməlisiniz. Əgər nəsə sualınız yaranarsa birinci dərs və ikinci dərslə bağlı bizə müraciət edə bilərsiniz. Yəni çəkinmədən, çünki bu sizin təbii hüququnuzdur. Və bizim də borcumuz ona ibarət ki, sizə bu barədə öz köməkliyimizi göstərək. Mən ümid edirəm ki, hər biriniz üçün yararlı bir dərs oldu bugün də. Ümumiyyətlə, bu kursun yararlılığından danışmaq istəyirəm sizə. Bildiyiniz kimi, biz post-pandemiya dövrünə düşdüyümüz üçün kompüter və telefon bilməyimiz bizim üçün çox vacibdir. Buna görə də mən sizə bir şey tələb eləmək istəyirəm ki, siz maksimum dərəcədə məsuliyyətli olmalısınız və öz məsuliyyətinizi dərk eləməlisiniz ki, biz kompüteri öyrənməliyik. Çünki bu dövrdə kompüter onlayn formada işləməli, telefonu bilmək vacib şərtlərdən biridir. Hər birinizə uğurlar arzulayıram. Uşaqlar həmişə ümid edirəm ki, belə sağlam qalarsınız, belə bilikli olarsınız. Və qeyd etmək istəyirəm ki, mütləq surətdə uşaqlar maskalardan istifadə edin, sosial məsafəni gözləyin, spirtdən istifadə edin. Mümkün dərəcədə ətrafınızdakı insanlara da spirtdən istifadə etməyi, maska taxmağı məcbur edin, hətta tələb edin ki, bunu etsinlər. Çünki bu həm sizin sağlamlığınız üçün vacibdir, həm xalqımız üçün vacibdir. Çünki ayrıca bir nəfərə nəsə olarsa, yəni virus daşıyıcısı olarsa, bu insan təmasda olduğu insanları da keçirdə bilər. Bu da böyük fəlakətə yol aça bilər. Onun üçün də mən sizdən məsuliyyətli olmağı tələb edirəm və mütləq surətdə maska və spirtdən istifadə etməlisiniz. Və digər sizin məsuliyyətiniz ondan ibarət ki, bu kompüter dərslərini yaxşı öyrənəsiniz. Hər birinizə uğurlar arzulayıram. İnşallah 3-cü dərsdə görüşərik.